Herkese salam kızlar, kanalıma hoş gəlmisiniz. Təzə bir vlog başlayıram. Və bilmirəm, tonalini tətbiq eləməyə ehtiyac var, yoxsa yox. Bu boyda kosmetikamı burada saxlayıram. Özümlə oradan bura, buradan ora kosmetik vasitələri daşımamaq üçün. Çünki Bakıda kifayət qədər var. Bilirsiniz, bir yaşıkım var dekorativ kosmetika ilə. Ona görə bunları burada saxlayıram. Və gördüm ki, mənim Essence-ın duşu uca bitdi. Və sizcə mən nə edirəm? Bunu özümlə Bakıya aparacağım. Çünki orada bitənlər korobkası var və il boyu bitən dekorativ kosmetika məhsulları mən orada yığıram. Sonra isə dekabrın axırları sizin üçün ayrı video çəkəcəm. Düşünürəm ki, maraqlı bir kontent olacaq. Və yaxud ayrı video yox, bəlkə də vlogun içində sizə göstərəcəyim nə qədər dekorativ kosmetika mən il boyu bitirmişəm. Çünki təzə məhsullar alarkən hamının gözünə batır. Amma bitənləri siz görmürsünüz və düşünürsünüz ki, boş-boşuna alıram. Amma əslində mən kosmetik vasitələrdən çox istifadə edirəm. Nə qədər pudra bitirmişəm, nə qədər tonalini bitirmişəm. Onları bir-bir göstərəcəm. Başımı da bağlamaq lazımdır və qəbir üstə bu ikisini geyinəcəm. Çünki başqa variantım yoxdur. Bu sviteri mən şeylə sifariş eləmişdim. Bu isə mənim məşhur o 3 dənə eyni rəng olan şalvar. Gərək mən növbəti dəfə Temudan heç olmasa balaca da olsa bir ring light, yəni ki ışıq alım. Çünki hal-hazırda 2 pəncərəni də açmışam, amma yenə də otaqda qaranlıqdır və video demək olar ki, yuxarıda qış aylarında çəkmək olmur. Videom çox yorğundur, fikir verməyin. Çünki gecə az yatmışam, videonu montaj eləmişəm. Papa уже deyir ki, arxaya ver. Mən gedirəm mollanın dalınca, sonra gəlirəm mamanı, papanı götürüb və gedirik qəbir üstə. Bu da bizim gözəl məhləmiz. Сейчас я иду. Yaylıq mənə heç yaraşmır. Amma neyiniyək? Buraya girəndə mütləq başını bağlayıb girmək lazımdır. Errahmanirrahim Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn ve dallin. Amin. Bismillahirrahmanirrahim. Ve hayyişe rahmane bin Rabbi. Hem şehibi mağfiret ve celil kerim. Leyla ve la hulmüdün. Aleyna teryana vükkûn. Yevlem tekrar kebin. Ve neşâguhum fesirâkallahum. Ve lahum yûnuguzun. İlla rəhmətnə minə və mətan ilahin. Qəbristanlıqda o qədər cavan qəbirlər var, adamlar pis olur. Biri var ki, insan yaşayıb 1.90 rəhmətə gedir, biri də var cavan uşaqlardır. Tanımıram düzdür, çünki kəntimiz o qədər böyükdür. Mən demək olar ki, yalnız bizim yanımızda olan qonşuları tanıyıram. Belə heç kimi. Bəzi şeyləri özündə öyrənmək lazımdır. Misal üçün şüşələrə vuran su buradan tökülür. Xurmaları da bir-bir bagajnika yerləşdirmək lazımdır. Biraz çox doldurmuşam. Üst-üstə qoyacaq deyə əzilməsin. Səliqəli yığmaq lazımdır bagajnikin içində. Birləşib biz şeyşüyümüzü yığırıq. Bagajnik uca dolub. Xurmalar da artıq buradadır. Başqa əşyalar, hər şey buradadır. Əsas odur ki, Twix hiss eləməsin ki, biz şeyşüyünü yığırıq. Benim canı tapdım. Bunun hələ ki xəbəri yoxdur ki, biz Bakıya qayıdırıq. Xəbəri olsa itir, gedib gizlədir turbaların içində. Nədir, şəhərə qayıtmamaq üçün. Tək burada nə edəcəksə çox maraqlıdır. Mən istəyirdim ki, saat 11-də biz uca çıxaq, amma yer yığış eləmək o qədər tez
alınmır. Təəssüf ki, hələ də çıxmamışıq. 12-də çıxsaq hələ yaxşıdır. Zapravkaya çatmışıq уже. Fikir verməmişəm, benzinim çox az qalmışdı. Yaxşı ki, yol üstü burada zapravka var. Çatmışıq Pirə və burada oturub bir stəkan çay içmək istəyirəm. Amma burada bir qəşəng məkan yoxdur da, problem odur əsas. Balıq kababı burada da pul olur. Məndə belə bir xasiyyət var ki, mən heç nədən iyrənmirəm. Luboy ən ucuz kafedə mən yeyə bilərəm, özdəki bəhbəhlə. Həqiqətən çox dadlı idi balıq. Yeməkləri əslində çox dadlıdır, amma məkanları gözəl deyil. Burada daha qəşəng məkanları eləsə, düşünürəm ki, daha çox insan gəlib burada abid edib gedəcəyim. Maşında parking elədik. Şükür Allah yer tapıldı. Növbəti gündən qızlar salam. Dünən çox yorğun idim, uzandım, özümə gəldim. Videonu paylaşdım. Baxıram o qədər gözəl reylər var. Hamı yazır ki, çəkməyə davam elə, sıxıcı deyil. Kənd vloqunu hamı çox bəyəndi. Bu da mənim üçün sevindirici bir haldır. Bu sözləri sizdən eşitmək tam doğru deyil, çünki oxumuşam. Oxumaq bu sözlər mənim üçün çox xoşdur. Ona görə fikirləşdim ki, bugün də vloquyum, sabah bir dənə də vloq atım, niyə də olmasın. Bu qədər yığılmış çeklərim var, baxaq görək nə qədər pul gələcəksəm. Mənim qızlar bir dənə kreditim var, kondisioner, aya 25 manat ödəməliyəm. 2 illik götürmüşəm, təsəvvür edirsiniz və demək olar ki, 1 il yarım ödəmişəm və hamısını ƏDV çeklərlə. Çek belə çox görsənir, amma xırda-xırda rəqəmlər idi. Ona görə az pul gəldi bu dəfə. Deyəsən 5 manat 30 qəpik idi. Skrin eləyib şəklini burada yapışdırmaq istədim, nə qədər pul gəldi. Amma oказывается orada skrin eləmək mümkün deyil. Amma belə deyirəm də sizə. Hamısını belə yığıb bir-bir vururam. Bayaqdan badımcan axtarışındayam. Bunu çimizdirməyə lazımdır. Belə gəlmir. Bir də baxın necə şirin yatıbsa. Deyəcəksiniz, kənddən gələn çirkin pişik yatağın ortasında da niyə balamızdır da. Yatıb yaxşı. Yatıb balam. Axşam çimizdirəcəm səni. Nifrət edir də onu çimizdirəndə. Heç sevmir. Amma çarəmiz yoxdur da niyə? Papaçkadan soruşduq sənə nə hazırlayaq. Papa da dedi ki, nə inirsə Aynur eləsin. Mən isə öz sevdiyim, bacardığım bu toyuğu mikrovolnovkada elədim. Çox iştah açıcı və gözəl alındı. Məncə biraz da qızsın üstü və çıxardıram. Burada oturan heç kim məni tərifləmir. Heç olmasa özümü tərifləyim. Həqiqətən çox dadlı alındım. Dəhşət. Qəbələdə hava proqnozuna baxmaq lazımdır və yavaş-yavaş şey-şüyü yığmaq. Bakıda isə hava çox gözəldir. Biraz külək var, düzdür. Amma belə qəşəngdir. Xurmaları isə hələ ki belə yeşillərdə qoymuşam balkona. Amma sərmək lazımdır bunları da. İş çoxdur bir sözlə. Qızlar, vlogu burada bitirmək istəyirəm. Tam doğru desə bitirmək yox. Təzə bir vlog çəkməyə başlamaq istəyirəm. Əslində hardasa 2 həftə bundan əvvəl mən vlog çəkməyə başladım və həmin gün davamını gətirə bilmədim və vlog yarımçıq qaldı. Sonra həvəsim olmadı onun davamını çəkməyə. Bir neçə gün sonra nastroyenim olmadı və s. başqa işlər çıxdı ortaya. Ona görə davamını gətirə bilmədim. Hal-hazırda isə telefonda nələr mənə lazım deyilsə bir-bir silirdim və gördüm ki, oradan demək olar ki 8 dəqiqə kontent var. Fikirləşdim necə silim onu, heyfim gəlir. Sonra birdən dang başıma ideya gəldi ki, bu vlogun sonu həmin o dəqiqələri əlavə edeyim və burada sonlandırım. Qısa da olsa eybi yoxdur. Çünki Qəbələ ilə bağlı ayrı video istəyirəm. Necə paltarları yığırıq, necə gedirik, sabah səhər çıxmalıyıq. Ona görə bu başdan həmin vlogu çəkməliyəm. Həm də ki, son videonun altında gördüm ki, hamı yazır, fərqi yoxdur. Nə tipdə videodur, fərqi yoxdur, nə uzunluğundadır. Əsas vaxtında nəsə paylaş. Ona görə düşündüm ki, sizin sözlərinizə qulaq asım məndə və bunu o biri qusoklarına birləşdirib paylaşım sizin üçün. Sabah isə tam olaraq belə uzun, maraqlı vlog olacaq. Necə
Qubaya demək istəyirəm. Necə Qəbələyə gedirik, evi göstərirəm, papanı, mamanı, qardaşımla və s. Onlar hamısı ayrı bir videoda olsun. Burada isə mən sizinlə sağollaşıram. Tam sağollaşmıram. Növbəti kadrlar sadəcə 2 həftə bundan əvvəl çəkilib və paylaşılmayıb. Silməyə əlim gəlmir, heyfim gəlir. Ona görə eybi yoxdur. Bu vlog belə olsun. Saat 9'dur ama bugünkü havanı size göstermeyi istiyorum. Təəssüf ki videodan bilinmir ama neyi var? Yağış yağır. Böyle xırda yağış. Bugünkü ilk işim, ışığı da koymuşam çünkü ev karanlıqdır. Belə bir paket gəlib mənə aksesuar və bununla mən reels çəkəcəm. Ödənişsiz, sırf kiçik bizneslərə dəstək məqsədilə böyle bir şey gəlib mənə, onu reklam edəcəm, paylaşacağım. Qızlar baxa görə bunun içində nələr var bijuteri olaraq. Bunu da belə qəşəng yandıraq, arxa planda yaxşı görsənsin. İlk önce onu demək istəyirəm ki, qızlar, böyük şəbəkələrdən almaqdan isə belə kiçik bizneslərə dəstək olmaq çox gözəl bir şeydir. Hər bir məhsul gözəldir, qaralmayan materialdan istehsal olunub. Kiməsə hədiyyə eləməkdə düşünürəm ki, belə bir qutu çox şirin və gözəl görünür. Həm də ki, qızlar belə alarkən daha münasib almış olursunuz. Bunları ayrı-ayrılıqda alanda qat-qat baha başa gəlir. Bunu həqiqətən dəhşət çox sevdim, çox şirindim. Burada da qızlar səhifəsinə qoyuram, keçid edib siz də sifariş edə bilərsiniz. Bunun böyük qutuları da var, balacaları da. Belə yağışlı havada heç yerə getməyə həvəsim yoxdur. Ona görə fikirləşdim ki, qəşəng makiyaj eləyim və oturum mukbang çəkim. Özdə ki, supermarketə zada getməyə də axıtım yoxdur. Xaladelnikimdə nələr varsa, elə bir babat onlarla nəsə düzəldib video çəkmək istəyirəm. Evdə tək olmağın öz vibe'ı var. Nədənsə ekstra enerji mənə gəlir. Content çəkmək istəyirəm, nəsə hazırlamaq istəyirəm. Huzur tapıram. Özdə ki, bayırda yağış, mən evdə tək. Super. Bəzi kosmetik məhsullar mən tərəfindən o qədər sevilir ki, baxın bu ənliyə. 60% uca bitib, çünki hər gün istifadədədir və Mislinin bu konsileri də vota-votadır. Mukbangları çəkərkən əvvəl makiyajımı eləyirəm, sonra gedirəm mətbəxə və yavaş-yavaş başlayıram yeməyini hazırlamaq. Çünki yemək isti-isti yeməlidir. Mən isə oturub makiyaj eləsəm, yeməyi hazırlayandan sonra çox gec olacaq və soyumuş bir görüntü olunacaq. Ona görə əvvəl makiyaj. Keçən ay həm o kanalda, həm də ki bu kanalda çox az kontent çəkmişəm. Buna görə də bu ayın 21-i çox az maaş alacağım. Hər ayın 21-i Google tərəfindən bizə maaş oturur. Maraqlı oxlar çəkmək üçün təzə bir üsul tapmışam. Bu tünd rəngini götürürəm. Bu paletdə olan biraz belə. İzləyicim bunu mənə hədiyyə eləmişdi. İstifadədədir. Və mükəmməl və çox asan belə qəşəng oxlar alınır. Həm əsas paletdə olan tünd rəngləri mən istifadə eləmirəm, amma paleti tam olaraq bitirmək istəyirəm. Ona görə belə oxlar çəkərək bu tünd rəngləri də bitirmiş olacağım. Dodaqlarımın bu durumu o qədər xoşuma gəlir ki, istəyirəm sadəcə blesk vurum və salam bu dəfə pamadasız.
Bu eşitdiyiniz səs yağışın səsidir qızlar. Neyi var? Yağır. Çəkmək istədim sizə, amma videoda bilinmir. Sanki heç yağış yoxdur. Sadəcə buludlu hava kimi görünür. Saçım isə yağlı deyil, amma nədənsə yağlı kimi görünür. Saçımı da qəşəng belə yığdım. Lak vurdum üstündən. Səliqəli olsun. İndi çox qəşəngdir. Özüm tərifləyim. Hələ mətbəxdəki səliqə səhmana diqqət yetirin. Qabları hamısını yumuşam burada. Xaladelnikimdə belə bir yoğurt tapmışam. Suxariklərinə çox maraqlı bir qayğanaq alınır. Instagramda çox güman ki, bunları görmüsünüz. Deməli, supermarketdə belə balaca qabları gördüm, vuruldum və aldım. Və orada yazılmışdı ki, 1 manatadır. Getdim qassə oldu 1.70-ə biri. İndirimi bitmişdi. Amma yenə də aldım, çox şirindilər. Dəhşət xırda və gözəl belə mandarinlər almışdım. Bunları da süfrəyə düzəcəm. Bir sözlə evdə nə varsa onlardan çalışacağım. Bir mukbang düzəltdim, ortaya çıxardım. Ay, indi yadıma düşdü. Atam getirdiyi bu qədər kolbasa var burada. Heç sınamamışsınızsa belə qızlar, mütləq sınayın. Çörəksiz yemiyorlar. Dəhşət tapdım. Bu da demək olar ki, hazırda prosto qarışdırmaq lazımdır. Və oturdum qızlar mukbang çəkməyə. Ümumiyyətlə bu ay çalışacağım. Mümkün qədər çox video çəkim. Ayqa Emiri səhifəsinə mən səvələr demişdim ki, bizdə youtuberlərdə lap təzə videolar atmasa belə köhnə videolardan gəlir. Videoların sayından asılı olaraq bu məbləğ dəyişilə bilər. Misal üçün kanalınızda uzun videolardan söhbət gedir. 2000 video var. Hər video sizə $1 belə gətirsə, bu uca $2000 gəlir. Ona görə uzun videolarınız nə qədər çoxdursa, o qədər yaxşıdır. Qısa videolar, yəni ki, şortsları nəzərə alıram. Demək olar ki, gəlir gətirmir. Deyəsən milyon baxışa cəmi 20 manat pul. Çünki shorts bölməsində demək olar ki, reklam çıxmır. Amma buna baxmayaraq yenə də shortsları çəkməyə davam edirəm. Çünki uzun video hər gün atmaq olmur. Amma Instagram üçün onsuz da o videolar çəkilir və yaxud Instagramda maraqlı storiesləri çalışıram YouTube shortsa da atım. Live formatında Instagramda storiesləri çəkirəm. Ona görə məni Instagramda takib etməyi unutmayın. Fikir vermişəm ki, izləyicilərin belə YouTube'a qarşı marağı son zamanlar artıb. Bu çox gözəl bir şeydir. Çünki başqa blogerləri izləyərək biz elə bil ki, onlara qazandırırıq. Bizim reklam büdcətimiz gedir başqa ölkələrə. Bu vlog isə çox qarışıq oldu qızlar. Başa düşürəm bunu, amma çalışacağım növbəti vlog daha maraqlı eləyim. O qədər buradan oradandır ki, heç bilmirəm bu vlogun adını ümumiyyətlə nə qoyum. Ümumiyyətlə YouTube elədir ki, baxışlarınız çox aşağı olursa, sizə heç sərf eləmir bununla məşğul olmaq. Sırf baxış rəqəmlərə görə siz elə bil ki, maaş alırsınız. Ona görə çalışmaq lazımdır videoları daha mükəmməl çəkmək. Mənim bu video kimi yox. Sadəcə telefonda materialları silmək istəmədim. Fikirləşdim ki, hamısını birləşdirim və sizin üçün paylaşım video olsun. Bu günlük isə bu qədər. Mən dəstək olmaq istəyirsinizsə mütləq abunə olun. Özünüzə yaxşı baxın. Bakam.